Salam, bugün 14 fevral 2026-cı il Zəfəran Hospitalda keçən il reflüks və axlaziya xəstəliyinə görə əməliyyat elədiyiniz xəstələrin nəticələrini öyrənmək, onların həyat keyfiyyətini qoruyub saxlamaq və yaxşılaşdırmaq məqsədi ilə illik toplantımıza yığışmışıq və bu xəstələrin hər birinin haqqında dərindən məlumat alaraq onların bundan sonraki davranış qaydaları haqqında son təlimatlar veriləcək və ümumiyyətlə bizim müalicə metodlarımızın haqqında zalda əyləşən və bizim toplantıya gələnlərə məlumat verəcəyik və hesab edirəm bu toplantı bundan sonraki sağlamlığa verilən faydalar içərisində bizim də bir yerimizin olduğunu göstərəcək. Təşəkkür edirəm. Birazdan toplantımıza başlayacağıq. Hörmətli həkimlər və dəyərli tibb işçiləri, hamınızı, hər birinizi burada salamlayıram. Xoş gəlmisiniz. Bugünkü tədbirimizin əsas məqsədi həkimlərlə xəstələr arasında bir açıq şəkildə dialoq yaratmaq, qarşılıqlı ünsiyyəti gücləndirmək, bizim əldə olunmuş nəticələri barəsində danışmaq və sizləri məlumatlandırmaqdır. Çünki məlumatlı xəstələr daha düzgün qərar verir, müalicə prosesində aktiv rol oynayır. Həmçinin bu tədbirdə məqsədimizdən biridir, yalnız danışmaq deyil və sizləri dinləməkdir. Sizin suallarınıza aktiv cavab verməkdir. Sizin suallarınız bizim üçün dəyərlidir, fikirləriniz önəmlidir. Ümid edirəm ki, bizim bu toplantımız hər kəs üçün faydalı və maarifləndirici olacaq. İcazənizlə sözü bu tədbirin əsas səbəbkarı, dəyərli həkimimiz, peşəkar cərrahımız, sizin əməliyyatların memarı Aslan doktora verək. Təşəkkür edirəm. Sağ olun. Bizim mikrofon işləyir uşaqlar. Mikrofonu o tərəfdə eşidirlər bizi. Səsimiz çatır ora? Yaxşı. Öncədən hər birinizə təşəkkür edirəm cəsarətinizdən və etibarınızdan dolayı. Çünki cəsarət deyəndə burada oturan hər bir kəsi biz tanıyırıq. Amma bunları vurun yüzə, minə və bu sayda insanlar var ki, o cəsarətdə deyirlər ki, bu əməliyyatı elətdirib və canlarını qutarsınlar və o xəstəliyi həyat tərzinə keçiriblər. Bugün 14 fevralda yığışmamızın bir səbəbi də sizlərə olan sevgimizi, sizlərə olan həqiqətən hörmətimizi, millətimizin və səhiyyəmizin təşkilinə olan münasibətimizi göstərməkdir. Bizim də sevgimiz bu cür ifadə olunacaqdır. Onu da başdan deyim. Burada verilən axlaziya xəstələr üçün ayrıdır, reflüks xəstələr üçün Mehriban xanım sizə paylayacaq. Arasından bir problem mi? Birinci reflüks? Problem deyil. Burada kimdə reflüks soruşacaqsa, reflüks verəcəksə, reflüks. Belə paylaşdırın. Mən bunun necə doldurulması haqqında sizə qısa məlumat verəcəm. Bu nədir? Sizin hal-hazırdakı əməliyyatdan sonraki vəziyyətiniz nə dərəcədə dəyişib, ona fikir verəcəyik. Misal üçün, reflüks xəstələri üçün baxın, vəziyyət 5 balla qiymətləndirilir. Simptom əməliyyatdan sonra artıq məndə yoxdur. Simptom var, amma narahat eləmir. Simptom var, lakin günlük həyatıma maneə olmur. 2 baldır. Simptom var, narahat eləyir, gündəlik fəaliyyətimə də təsir eləyir. Bu 4 baldır. Simptom çox ağırdır, 5-ci də şiddətlidir. Düzgün qiymətləndirilir. Bax, sizdə olan simptomlar aşağıda sadalanıb. 6 dənə simptomdur, çox deyil. Bu simptomların qarşısında bu 5 balları düzgün şəkildə qoyun. Düzdürmü? Başa düşdünüzmü nə demək istəyirik? Ondan əlavə, narahat olmayın. Sonra fasilədən sonra qayıdıb eləyərsiniz. Sadəcə
deyim, bilək. Ondan sonra fizik təsnifatı var. Yəni bu nədir? Ümumiyyətlə ümumi məmnunluqdur da. Əməliyyat olmuş xəstələrin məmnunluğu. Siz bu əməliyyatdan məmnunsunuz yoxsa yox? Yalnız və cavablardan birini seçəcəksiniz. Yəni əladır, çox yaxşıyam, kafidir, qeyri-kafidir deyə bir cavab verəcəksiniz. Oldu mu? Ondan sonra axraziya xəstələrində isə ESCART şkalasıdır. Bu dünyada qəbul olunmuş əməliyyatdan sonraki nəticələri dəyərləndirmək üçündür. Burada da 5 cavab verəcəksiniz. Axırıncı cavabda isə çəkinizi göstərəcəksiniz. Çəkiniz neçə kiloqram artıb və itib yaxud da dəyişməyib. Zəfəran Hospitalın kollektivinə də bura gəlib iştirak edənlər hər birinə təşəkkür edirəm. Onların içərisində qalxın zəhmət olmasa bizim həkimimiz, gastroenteroloqumuz buradadır. Təşəkkür edirəm doktor. Bundan sonra bizlə fəaliyyət göstərəcək. Gülhanədə təhsil almış möhtəşəm bir gastroenteroloqdur. Təbrik edirəm. Sağ olun, təşəkkür. Gözəl kollektivə qoşulmusunuz. Sizlə tandemdə işləyəcəyik inşallah. Sağ olun. Bundan əlavə bizim burada kollektivin içərisində əməliyyat elədiyimiz anesteziskamız var. O harada əyləşib? Baxın, bu anesteziskamız da sizin kimi əməliyyat olub. Özünüzü necə hiss edirsiniz, necə danışa bilərsiniz? Hansı şikayətlərlə gəlmişsiniz, danışın. İlk növbədə hər kəsə salamlayıram və dərin təşəkkürümü bildirirəm. İlk öncə sizə əllərinizə sağlıq. Yəni sizin peşəkar işiniz sayəsində məni böyük bir bəladan, Nədən xilas oldunuz, onu danışın, bizi tərifləməyin. güclü ağrılardan, gecələr boğulmalardan, tənəffüs yoluna gedən mədə turşusundan, Tibb işçimizdir. Bütün əməliyyatlarınızı görüb bu xanım. döş qəfəsinə radiasiya edən ağrılardan, yəni çox əziyyət çəkirdim. Çox sağ olun, təşəkkür edirəm. Bundan əlavə bizim burada sizin xəstəliklərlə qonşu olan mütəxəssislərimiz var. Cərrah şöbəsinin müdürü Rəşad doktor buradadır. Rəşad doktor, xoş gəlmişsiniz. Biz də istəyərdik ki, siz də əgər bura keçsəz daha yaxşı olardı. Sizdən bir iki kəlmə bu xəstəliklərlə yanaşı sizə aid olan xəstəliklər barədə məlumat vermənizi istəyərdim. Rəşad doktor bizim kollektivə yeni qoşulub, lor həkimdir. Amma reflux xəstələrində olan simptomlar və sizdəki xəstəliklər çox yanaşlıdırlar. Bilirsiniz, çoxunuz bizə gəlməmişlər, qalq hətta lor həkimlərdə olmusunuz. İstəyək bu barədə biraz məlumat verəsiniz. Ümumiyyətlə, bizim bir yerdə bu gastroenterologiyada olan patologiyalarla birləşdiyimiz bölgə sırf gastroezofageal reflux xəstələridir. Adətən bu şikayətlə gələn pasientlər, doktor, boğazımda qıcıqlanma var, narahatçılıq var, öskürək var və biz bu şikayətlər təbii ki, birinci növbədə bu boğazın faringoskopiya dediyimiz müayinəsi ilə başlayır. Bu zaman nə görürük? Təbii ki, orada deduksiya və induksiya var. Yəni, hadisələri, bu əlamətləri birləşdirərək bir nəticəyə gəlmək var və yaxud hadisələri inkar edərək bir nəticəyə gəlmək. Biz ən azından bizə aid olan patologiyaları inkar etmək üçün doğru düzgün diagnostik edirik. Təbii ki, xroniki tonzillit xəstələrini aşkar etmək çox da çətin deyil. Bu özünü qlandaların, yəni qlanda dediyimiz tonzillərin, damaq badamcıqlarının şişkin olması, kərə-kötür olması, onun lakunalarında irinlərin, xronik olaraq irinlərin görünməsi ilə özünü göstərir. Və təbii ki, bir neçə klassik suallar var. İldə neçə dəfə angin olursan, əgər il ərzində 3-4 dəfədən artıq angin olursa, təbii ki, bu artıq xroniki tonzillitin diagnostikasına imkan verir. Onun da iki mərhələsi var, kompensator, dekompensator. Kompensator odur ki, artıq bu müalicə oluna bilən bir patologiyadır. Dekompensator olursa, bunun çarəsi yalnız və yalnız əməliyyatdadır. Yəni, burun badamcıqlarının, damaq badamcıqlarının xaric edilməsidir. Və bir maraqlı bir praktikada belə bir təcrübəyə rast gəlmişik. Damaq badamcıqları rezeksiya olunan, yəni kəsilən xəstələrimizdə bir nevi ağız boşluğunun müdafiə funksiyası zəifləmiş olur. Və zəifləmiş olduğu zaman bir nevi elə bir ki, bir nəzarət təftiş komissiyası aradan qalxır. Və qidalandığımız zaman, hər hansı bir müəyyən allergenlər zamanında avtomatik olaraq artıq qlandalar müdafiə edə bilmir bizi. Qlandalar olmadığı üçün sanki bir əskərsiz bir bazaya daxil olur bu allergenlər və birbaşa udların arxa divarına təmas edirlər və udların arxa divarında patoloji yarada bilirlər. Və onların divarında, yəni ağzımızı açdığımız zaman tam dilçəyin arxasında gördüyümüz bölgə udların arxa divarında olan qızartı
simptomatikasını görə bilirik. Və orada da limfa düyünlərinin xırda-xırda böyüməsi bizə faringit diaqnozuna qoymağa əsas verir. Təbii ki, bunun daha çox laborator olaraq yaxma götürülüb əkilməsi məsələlərdir var. Bu daha belə deyək, dəqiqləşdirir diaqnostikanı. Amma təbii ki, belə patologiyalarda gastroezofageal reflux əsla inkar edilmir. Və xüsusilə xəstələrdən soruşulur ki, gecə vaxtı belə deyək ki, ağzında, xüsusilə səhər vaxtı yuxudan duranda ağzında acılıq hiss edirsənmi və yaxud hər hansı bir ağzında acı hissi, turşu hissi hiss edirsənmi? Adətən bunlar müsbət cavablandığı zaman biz mütləq gastroenteroloqa müraciət etmələrini tövsiyə edirik. Təəssüflər olsun ki, bugünkü günümüzdə bizim lor kollegalarımız bu klassik düşünürlər bu patolojini və o vaxt bizim, təbii siz bizdən yaxşı bilərsiniz, 3-lü və 4-lü müalicə taktikamız var idi. Bu mədə turşuluğunun çox olması ilə bağlı. İşte proton pompa inhibitorlardı, H2 histamin blokatorlarıydı, metronidazol idi, bir də amoxicillin, klaritramitsin molekuluydu. Sonra metronidazol yetişdirdiler, 3-lü müalicə oldu və artıq lor həkimləri də sanki çox şükür ki, artıq o mərhələni biraz adlamış doktor. Bunu mən sizə də deyim, artıq bizdə həqiqətən hər kəs öz işini görmək istəyir. Yəni hər kəs özünə aid olmayanını digər kollegasından paylaşmaq mərhələsinə artıq gəlib çatmışıq. Çünki biraz daha eski zamanlarda bir növə xəstəni əldən çıxarmamaq adına, birdən xəstə gedər qayıtmaz mənə, artıq başqa olar və bizim lor həkimlərimiz də çalışırlar bu patolojini müalicə etsinlər, amma təbii ki, bu bir yanlışdır. Mövzu burada nədir? Bunun hekayəsi nədir? Burada xəstələr varsa onlar üçün də maraqlı ola bilər. Yediğimiz qida borusunun düşdüyü zaman mədənin bir qapısı var. Yəni sistematik olaraq orada bir sanki bir knopka var, bir siqnal verir ki, qida deyil, mən gəldim. Qapı açılır və qida keçir aşağıya mədəyə. Ondan sonra isə həmin dəlik bağlanmır. Yəni daha belə açıq qalır. Bu da müəyyən səbəbləri var. Bundan təbii ki, gastroenteroloq danışsa daha yaxşı olar. Mən bu məsələlərə çox girməyim. Və bağlanmadığı üçün içəridə də bu zavod çalışır. Orada fermentativ bilirsiniz, mədə turşuduqları, turşudur, pepsin dili, fazladır, orada selik var. Onlar başlayır bu qidanı həll etməyə. Təbii ki, həll etdiyi zaman bir qaz formalaşır. Bu mədə dibində də formalaşa bilir və ya həmin o turşunun müəyyən bir hissəsi həmin hissədən açıq qalmış kardial hissədən yuxarıya doğru geri qayıdır. Və nəticə etibarilə adı üstündə mədə turşusu deyirik biz buna və ya öt turşusu deyirik. Bu turşu qayıtdığı zaman selili qişanı, ulanın arxa divarının selili qişasını yandırır. Bu da bizdə endoskopik olaraq və ya faringoskopiyada çox aydın şəkildə görünür. Ulanın arxa divarının bir qızarmasını, hiperemiyasını görürük biz. Və xəstələrdən də müəyyən suallarla, müəyyən anamnestik sualların cavabları ilə dediyimiz kimi zərrə qədər də şübhəmiz varsa ki, gastroezofageal reflux var, mütləq şəkildə gastroenteroloqa müraciət edirik. Təəssüf ki, yenə deyirəm, müəyyən pantoprazollarla, məsələn, proton pompa inhibitorlarla və yaxud H2 histamin blokatorlar təyin edərək xəstələrdə bu məsələni örtbasdır eləməyə çalışa bilir bəzi həkimlərimiz. Tamamilə yanlışdır və mən də tövsiyə edirəm bizim pasiyentlərə belə deyək. Çünki hər birimiz həkim də olsa, hər birimiz də bir potensial bir pasiyentik belə baxanda, belə bir şikayətlər olanda ünvanı olaraq gastroenterologlara yaxınlaşmanı tövsiyə edirəm. Çox sağ olun doktor, təşəkkür edirik, var olun. Yaxşı varsınız. Bir də çox sağ olun. Bir də bizim kollektivin sizlərin hər bir əməliyyata getməmişdən öncə kardiyoloq baxışından keçir. Bizim kardiyoloqumuz da buradadır. Bir də baxarsan qapını döydü, gəldi. Doktor dedim, hə, artıq hər şey aydındır. Yəni insan o qədər titiz, o qədər ciddi şəkildə sizlərə yanaşıb ki, gəlin ona öncədən təşəkkür edək və bir neçə kəlmə də sizdən məlumat almaq istəyirik. Çox sağ olun doktor, hər şeyə görə. Çox sağ olun sizə. Hər kəs salamlayıram. Mən klinikamızın həkim kardiyoloqu Lalə Möhsümova. Əməliyyatdan öncə hər birinizlə görüşmüşük, ətraflı sizi müayinə eləmişik. Ümumiyyətlə bizim klinikada əməliyyat olunacaq istənilən xəstələr əməliyyatdan öncə ətraflı müayinələrdən keçirlər. Əsas kardioloji müayinədən keçirir və hardasa cərraha əməliyyatın daha rahat keçməsi üçün bir ümid veririk. Kardioloji dəyərləndirmədən keçərək, laborator instrumental və xəstələrin şikayətini dinləyərək ürək riski baxımından məlumatlandırırıq cərrahımızı. Sizləri burada daha sağlam görmək məmnunluq hissi verir bizə. Bunun səbəbkarı təbii ki, Aslan Abdullayevdir, onun peşəkar uğurlu müalicəsinin nəticəsidir bu hamısı. Mən sizin diqqətinizi ürək-damar sistemi xəstəliklərinə yönləndirmək istəyirəm. Bildiyimiz kimi, xüsusən qida borusu xəstəlikləri, gastroezofageal reflux, axıl-əziyə və digər qida borusu xəstəliklərinin yaratdığı şikayətlər ürək-damar sistemində olan şikayətlərlə oxşarlıq təşkil edir.
Düzdür, əksəriyyətiniz artıq 5 ilin, 10 ilin xəstəsiniz və daha ağır nəticələr, daha ciddi problemlər olduğuna görə cərrahi müalicə qərarı sizdə seçilib və əməliyyatdan sonra da bu səbəbdən təkrarı oxşar şikayətlərin olması sizdə qeyd oluna bilər. Yəni təkrarı refluksa bənzər şikayətlər ola bilər sizdə və yaxud yaxınızda. Lakin bu həmişə həzm sistemi ilə əlaqədar olan şikayətlər olmaya bilər. Həmçinin həyati təhlükəli olan ürək-damar sistemi xəstəliklərinin şikayəti ola bilər. Bəsit bir təzyiq xəstəliyini, təzyiq qalxmağını misal gətirmək olar. Əvvəllər bunlar ağrı fonunda olurdusa və nəzərə alsaq ki, illərin xəstəsiz, bu təzyiqin yüksəlməsi artıq davamlı xarakter daşıya bilər. Əməliyyatdan sonra da belə davamlı olaraq təzyiqlərinizi ölçməyi tövsiyə edirik. Çünki təzyiq gizli qatildir və geri dönməz ciddi fəsadlara yol aça bilər. Lor orqanlarının patoloji şikayəti olan quru öskürək həm gastroesofageal refluks xəstələrində müşahidə oluna bilər, eyni zamanda ürək çatışmazlığı dediyimiz xəstəliklərdə də müşahidə oluna bilər ki, əsasən yatar pozisyonda gecə saatlarında quru öskürək sizdə müşahidə oluna bilər. Lakin ürək çatışmazlığı xəstəliklərində daha yanaşı şikayətlər də olur. Xəstələrin aşağı ətraflarında şişkinlik ola bilər, fiziki aktivlik zamanı təngi nəfəslik ola bilər, CD ifrazının azalması ola bilər. Yəni həm öskürək, həm bu sadallanan şikayətlər varsa, siz kardioloqu görünməlisiniz mütləq. Daha ciddi şikayətlərdən sinə arxasında olan göynəci, yandırıcı ağrılar. Əksəriyyətinizdə bu şikayətlər var. Təbii ki, əməliyyatdan sonra da olma ehtimalı az da olsa var. Lakin sinədə yandırıcı, göynəci ağrılar xüsusən fiziki aktivliklə əlaqədar olursa, yol gedərkən, yoxuş qalxarkən, pilləkən çıxarkən, təngi nəfəsliklə də yanaşı olursa və bu ağrı kürəyə, qola irradiasiya ilə, yəni yayılırsa, bunun ürəyin işemik xəstəliyi dediyimiz ürək damarlarının daralmasını göstərən bir əlamət də ola bilər. Bu baxımdan da gastroenteroloqla yanaşı həm də kardioloji müayinələrdən keçməyiniz tövsiyə olunur. Daha şiddətli ağrı olan, daha bir təhlükəli ağrı olan axalaziya xəstələrində kardiyak atak deyilir. Üçüncü tip. Bəli, daha ağır formalarda şiddətli sinə ağrısı olur. Öncədən sizdə bu şikayətlər olubsa və ətrafınızda hər hansı bir şəxsdə bu şikayət varsa, bunu həmişə həzm sistemi ilə əlaqələndirməyin. Bu təcili bir hal tələb edən, təcili müdaxilə tələb edən ürəyin kəskin miokard infarktı dediyimiz ciddi bir hal ola bilər. Onun üçün öz başına qərar verməyin. Belə bir hallar olarsa, infarktı inkar etmək üçün mütləq pasient kardioloqa yönləndirilməlidir və ətraflı müayinə olunmalıdır. Təşəkkürlər doktor, çox sağ olun. Buyurun, sağlam qalın. Çox gözəl məlumat verdiniz. Minnətdarıq sizə. Həqiqətən də bu informasiyalar, baxın, orqanizm nə qədər mürəkkəbdir. Yəni bu qədər sadə də deyil. Sizin əlamətlərinizin kardioloji əlamət deyil, məhz axalaziya, məhz reflüks olduğunu öncədən bu şəkildə araşdırmışıq. Yəni sizdə, amma bundan sonra da digər xəstəliklər gözləməsin deyə həyat tərzinizə fikir verməyinizi, amma yaşlaşmaq elə bir şeydir ki, yaşlaşdıqca bizi hər şey gözləyə bilər. Ona görə də bu sizi gözləyə bilən simptomlar olduqda bizə müraciət edib və yaxud da yaxınlığınızda həkimlərinizə müraciət edib daha dəqiq diaqnostikadan keçməyiniz arzu olunandır. Bizdə burada anesteziologu görmürəm. Anesteziologumuz bir qısa çıxış eləyərdi, yoxdur. Amma bizdə iki əlavə bir mütəxəssislərimiz də var ki, bizim işlərimizə çox kömək edirlər. Hər ikisi sağ olsunlar gəlib burada iştirak edirlər. Onlardan biri Nailə xanımdır, gastroenteroloq. İkinci gastroenterologumuzdur və çox gözəl yəni praktikaya malikdir. Sağ olsun, təşəkkür edirəm. Tandemdə işləyirik. Çox sağ olun. Mən de bir müddət burada çalışıram. Sizin kimi cərrahi tanımlanma, cərrahi əməliyyatı olan ehtiyacı olan xəstələri artıq daha güvənlə, daha rahat şəkildə sizə göndərə biləcəyimə görə çox şadam. Sağ olun, təşəkkür edirəm. Şadam, sağ olun. Və bizim endokrinoloq həkimimiz rəhmət olmasa özünüzü təqdim edin. Adım İvaidin, endokrinoloq. Mən də artıq bir neçə aydır burada çalışıram. Çox şadam ki, sizin kimi bir kollektivdə belə həkimlərlə çalışıram. Aynur xanım, çox. Siz gələndən sonra sizə güvənib bir şəkərli diabet əməliyyatı da icra elədik. Nəticəsi də yaxşı, sizə göstərəcəm o xəstəni. İnşallah bir dəfə də belə bir endokrinoloji belə bir toplantı. İnşallah. Bu tədbirlərimiz bizə olan güvəndən əlavə özümüzə olan güvənimizi də artırır. Yəni xəstələrimiz yaxşıdır. Bundan sonraki
mərhələdə biz istəyirik ki, burada olan xəstələri bir-bir dinləyək. Onlar qısa həyat çox sağ olun, təşəkkür edirəm. Qısa əməliyyata qədər və sonraki nələr dəyişdi, dəyişmədi, bizə olan iradları var. Mən tərifləmənizi istəmirəm. Çünki biz onun qarşısında, biz bilirik nə iş görmüşük. Amma bir-bir danışmaqlarını istəyirəm. Buradan başlayaq, zəhmət olmasa bir-bir danışdıraq. Sözü təqdim edirik, zəhmət olmasa. Sağ Vüqar Oxtaroğlu. Vüqar müəllim, nə şikayətlərlə gəlmişdiniz? Mənim şikayətlərim deməli reflu, qıcqırma olurdu bütün günü məndə. 15 ildən artıq da əziyyət çəkirdim. Gecələr yata bilmirdim, ağzıma acı su gəlirdi. Pəhriz, hansısa kimlərə gedirdim, müalicələr təyin oldu, pəhriz təyin olunurdu. Hətta pəhriz də edirdim, müalicələr də edirdim. Axır zamanlarda ümumiyyətlə keçmirdi. İndi keçdi, getdi əməliyyatdan sonra? Bəli, əməliyyatdan sonra doktor, Allah sizin köməyiniz olsun, sayəvizdə. Razısınız əməliyyatdan? Bəli, çox razıyam, təşəkkür edirəm. Biz sizə təşəkkür edirik. Allah köməyiniz olsun. Şeyx xanım, buyurun siz də təzə əməliyyat olun. Siz burada əyləşməniz əgər çətinsə çıxışınızdan sonra gedə də bilərsiniz. Çox sağ olun. Sizə əziyyət vermək istəmirəm. Öncəliklə hamını salamlayıram. Doktor sizə təşəkkürümü bildirirəm. Mən sizə təşəkkür edirəm. Çox sağ olun. Mən yenidən həyata qaytardınız. Bir neçə dəfə əməliyyat olmuşdu xanım başqa yerlərdə, başqa mərkəzdə. Yəni siz ilk öncə məndən soruşanda ki, necə uddunuz, bəs niyə gülmədiniz? Mən sizə cavab verə bilmədim. Çünki mən neçə illərdir udmağı unutmuşam. Udmaq necə olur, mən onu bilmirdim. Ona görə sizə cavab verə bilmədim. Təşəkkür edirəm sizə. Biz sizə təşəkkür edirəm. İnşallah belə də həyata davam eləyərik, daha sağlam olarıq. Bütün xəstələrə şəfa diləyirəm. Sağ olun. Biz sizi təbrik edirik. Əgər yorğunluq varsa gedə bilərsiniz, xahiş edirəm. Xoşdur, sağ olun. Yanınızda bizim qızımız əyləşib, o da əməliyyat olub çox yaxın zamanlarda və biraz virus infeksiyası keçirmişdi deyə həyəcanlı gəlmişdi yanımıza. Necəsiz hal-hazırda? Şükür, hal-hazırda yaxşıyam. Nə probleminiz var idi, gəlməmişsən? Axarici xəstəliyim var idi mənim. Qida borusuna darlıq. Yemək yeyəndə, su içəndə, su ilə birgə içirdim, yeyirdim. Keçmirdi mədəmdən. Əməliyyatdan hardası bir ay olmayıb, amma ağrılarım demək olar ki, yoxdur. Sağalmışam, düzəlmişəm. Təbrik edirik. Sayənizdə. Çox da gözəl nəticə vermişsən. Burası da əla olacaq. Unut. Burada o toplanmamızın əsas səbəbi xəstənizi unutmaq qabiliyyəti. Yəni o da önəmlidir. Yadınızdan çıxardın, qorxmayın. Çox sağ olun. Hamımız qəşəng əməliyyat olmuş. Anası nə demək istəyir? Qızımızın anasıdır. Çox həyəcanlı gəlmişdi. Baxın, belə xəstələr yeganə evladdır. Yəni belə bir xəstəlik var, müalicə edə bilmirlər. Onların qarşısında durub bu kollektivlə biz bunu düzəldəcək demək də asan bir şey deyil. Çox sağ olun ki, siz bizi başa düşdünüz. Sağ olun. Çox sağ olun, sizə təşəkkür edirəm. Bütün xəstələrə şəfa. Qızımız sağalıbmı? Bəli, sağalıb. Kənardan necə görür? Sağalıb? Çox sevinirəm, sevincliyəm. Çünki əvvəl yeyə bilmirdi, indi rahat uda bilir. Bu böyük xoşbəxtlikdir. Yapon cərrahı deyir ki, Inoue, axalaziya xəstələrinin əməliyyatdan sonraki təbəssümü bütün əziyyətlərə dəyər. Bəli, dəyər. Həqiqətən. Sizin təbəssümünüzü görmək bizi məni şəxsən son dərəcə sevindirir. Sağ olun. Sağ olun. Buyurun siz də. Amma doğrudan şikayətləriniz varsa deyin. Bir təlimatı verdik, başa saldıq. Amma reflü şikayətləriniz getməyibsə deyin, biz bilək. Buyurun. Məndə reflü xəstəsi idi. Gecələr yata bilmirdim. Ən çox boğulma olurdu məndə. Ürəyə vururdu da elə bir onun boğulması. 2-3 il dərman atdım, pantoprazol dərmanları. Ondan sonra əməliyyat oldum. Əməliyyatdan sonra şükür Allah düzəldim. Allah kömək olsun. Özünüz təqdim eləmədiniz? Seymur Sədiyev. Seymur. Ana da rahatdır mı da sən xəstələnmirsən? Allah kömək olsun. Təbrik edirik səni. Çox sağ olun, Allah razı olsun. Yanınızda oturan olan bizim ən çətin kateqoriya xəstələrimizdəndir. Çünki onların bir nəfər də arxada oturmuş ki, əməliyyat olmayıb, amma bu cəsarət topladı, əməliyyat elədi. Bu asan bir şey deyil. O cəsarət səndə oldu, təşəkkür edirəm. Necə, heyf ki, əməliyyat olmuşam demirsiniz ki? Yox, niyə demirəm. Quliyev Əkrəm Muradoğlu. 3 ildir dərman içirdim də, yəni İjroqadan yata bilmirdim, dura bilmirdim. Yəni demək olar hər gün dərman içirdim. Rabiprazol, pantoprazol. Dərəcə onları izüçəstə eləmişdim. Elə bil mix eləyirdim, içirdim ki, təsir eləsin də. Yəni belə deyək, o dərmanları o qədər şey eləmişdim. Əməliyyatdan sonra yəni dərman 6 aydır qəbul eləmirəm. Dərman qəbulu yoxdur. Amma Aslan doktora müraciət eləmişdim ki, bir 20-30% belə narahatçılığım var. Çox redki hallarda olur nəsə. O da ki, ümumiyyətlə reflüks bu hissədə olur. Məndə nə üçünsə biraz yuxarı hissədə onu hiss edirəm. Aslan doktora ona görə müraciət elədim ki, bir də yoxlanışdan keçin, baxsın. Başlayın. Sənə amma belə yatanda narahatçılıq yoxdur qətiyyən.
Dərman qəbul eləmirəm qətiyyən. Sadəcə yeməkdən sonra bir 5-10 dəqiqə ərzində belə bir narahatçılıq olur. Pəşmetriyə hədiyyə edə bilərəm sizə. 500 manatlıq müayinədir, sizə onu hədiyyə edirəm. Tam rahat olacaqsınız. Fuad bəy, siz də özünüz təqdim edin, zəhmət olun. Ağır Fuad Naşimoğlu, mən də reflü xəstəliyindən əziyyət çəkirdim. 20 il əziyyət çəkirdim. Nəsə qorxurdum da əməliyyata. Nəsə yatanda da gəlirdi, belə də sinəmi yandırırdı, ağır belə narahatçılıq vardı. Fuad, keçdi getdimi? Hə, keçib gedib, şükür Allaha. Dərman qəbul eləmirsiniz? Yox, dərman təşəkkür edirəm. Çox vaxtımızı almayaq deyə hamınızı bilmək istəyirəm. Sizin yanınızda əyləşən Şüvalandan gələn gözəl insan. Həsən Valih. Valih bəy. Mən də elə qardaş demişkən 20 ildə elə bu əziyyətdəyəm. Hələ bu omeprazol dərman atmayla, amma çarə dördü. Sosiallarda gördüm sizi, bəyəndi anamla. Məsləhət oldu ki, gəldi yanımıza. Şükür Allah yaxşıdır. Valih, razısınız əməliyyatdan sonra? Yox, razıyam. Yəni əməliyyatdan sonra olurdu şeylər, amma bunlar da keçdi getdi. Yəni təbii bir şeydir də, olmalıdır da. Yəni bunlar daha böyük yeşik var. Yəni hamınız bir-birinizdən fərqlisiniz, amma onu da biləsiniz. Yox, bilirəm. Çox sağ olun. Allah can. Siz sağ olun. Zaman bəy. Şəfa versin hamısına. Sağ olun, var olun. Allah versin. Zaman bəy, siz necəsiniz? Özünüzü təqdim edin. Şüxəliyev Zaman. 3 ildir mən bu xəstəlikdən əziyyət çəkirdim. Mədə yanması, qızqırma ilə. Düz bir dəfə gəldim sizin yanınıza, inanmadım. Bir üstündən 2 sənədən sonra bir də gəldim. Əməliyyatdan sonra 2 ildə əməliyyat olmuşam. Şükür Allah, heç bir problem yoxdur. Bir balaca tez yeyəndə nəsə bir... Yoxlamaq istəyirsinizsə tez yeyin, problem deyil. Biraz o da yoxlamışam ki, tez yeməkdən əmələ gəlir. Yəni, 1-2 dəfə normal, yavaş yemişəm, heç bir problem olmur. Şükür Allah, dərmandan azadam, 3 ildir. 2 il dərmandan azadam. Əsas odur, nədə yanması olmasın. Bu cərgəni davam edək uşaqlar. Bu cərgə qaldı, bu cərgəni davam edək. Burada. İkinci cərgə. Salam aleyküm. Salam. Hoş gördünüz. Hoş gəlmişsiniz. Ben Hüseynova Gülnaz. 10 ildə əziyyət çəkdim axalaziyasiyadan. Yemək yeyə bilmirdim. Nə yesəm suyla yerdim. Çox sağ olun, çox razıyam. Təşəkkür ederim. Gülnaz xanım, keçib gedib hamısı. Yeməklərdən ləzzət ala bilirsiniz. Bəli. Önemli olan. Çox sağ olun. Əllərinize Siz sağ olun, təşəkkür edirəm. Sağ olun. Təşəkkür ederim. Gəldiyiniz üçün çox sağ olun. Bu biri cərgəni tamamlayaq uşaqlar. Samir bəy bizdə ən çətin qrup xəstələrdən idi. Samir bəyin başqa xəstəliyi də var və bunlarda diafragmada kontrakturalar olur. Dişlərimizin dözməsi üçün xüsusi əməliyyat tətbiq elədik. Nəticəsinin yaxşı olması üçün hər şeyə çalışdıq. Samir bəy görə necə əməl edib? Özünü necə hiss edirsən? Xalqov Samir Əfqanoğlu. Özümü çox gözəl hiss edirəm sizin sayənizdə. Əlləriniz var olsun. Mən əvvəl yata bilmirdim. Arxası üstə boğulma ilə ayırırdım. Qızqırma verirdi, mənə qalxırdım yuxudan. Əməliyyatdan sonra? Dərman atırdım, keçmirdi. Bir saat keçirdi, sonra keçmirdi. Sonra sosial şəbəkədən sizə baxdım, bəyəndim əməliyyatınızı. İndi necəsiz Samir? Dərman içirsiniz? Lap əla. İçirəm. İçmə, çox içmə. Yaxşı. Araq çox içmə. Təbrik edirəm. Yalnız illərin dostu. Bu da qərar verdi, əməliyyat oldu. Əziz Malik. Malik bəy çoxdan tanıdığım bir insandır. Bu konferansda iştirak edənlərə hamısına öncəliklə salamlayıram. Yaxşı ki, bu əməliyyatı olmuşuq deyirəm və Aslan həkim çox sizə təşəkkür edirəm. Başda siz olmaqla sizin kollektivlərə. Bizim sizinlə tanışdığımız yəqin ki, bir 10 neçə illərə dirənir. Mənim bacım əməliyyat olmuşdu. Mənim bacım əməliyyat elədiniz. Çox gözəldir bugünkü günü, çox sağlıqlıdır. Heç bir problem yox. Sizin necədir vəziyyət? Mənim vəziyyətim çox əla deyərəm. Yəni heç bir Təbrik edirəm Malik bəy. Çox sağ olun, hər kəsə. Çox sağ olun. Yanınızdakına mikrofonu ötürün, özünü təqdim eləsin. Quliyev Çingiz. Çingiz müəllim çətin qrup xəstələrdən idi, inanmırdı. Mən də bu xəstəlikdən 20 ildə əziyyət çəkirdim, turşuluq. Valla mənə maraqlıdır, necəsiz indi? İndi şükür yaxşıyam, ancaq doktor, bir də problem var, məndə bu hissədə ağır var. Ay sağ ol. İndi bildiyimdə bizdə ağrılar mənimlə əlaqəli ola bilər. Başqa şeyləri də yoxlamaq lazımdır. Yəni mədə turşusu keçdi ki, Mədə turşulu yox. bizi ön ələ alamır. 20 il mən bu dərmanı atmışam. Da içmirsən ki? Yox, içmirəm.
Başqa orqanlarımızda onu yoxlayarıq Çingizdə. Keçək yanınızdakına. Biz mədə turşusu ilə bağlı şikayətlərin keçib-keçməməyini yoxlayırıq uşaqlar. Bilin, həqiqətən də bir yeganə patognomonik əlamətimiz varsa, o da mədə yanmasıdır. O keçdi, keçmədi. Bunu araşdırırıq və sizin həyat tərziniz yaxşılaşdı yoxsa yox? Ağa Rövşən, Rövşən 2 ildə əməliyyat olunmuşuq. Allah canını sağ eləsin. O diskomfortluq götürüldü. Düz Allah talan verdiyi o tam ki o yox, 80% yəni düzəlib. Nə düzəlməyib onlardır? Düzəlməmək, yəni daha hansı pəhrizdən indi qırağa çıxırsa, hansı dediyimiz vərdişlərdən çıxırsa, nəsə ola bilər diskomfortluq. Amma belə hər şey əladır, yaxşıdır. Əvvəlki Dərman içmirsən ki? Yox, dərman. Demək hər şey düzəlir. Allah can sağlığı versin. Doktor, sizin qərarınız bizə maraqlı. Doktor qorxur. Yenə də qorxmağa davam edir. Doktor, yəni bu xəstəlik uzun müddət belə qalarsa, qapaq sıradan çıxıbsa, xəstəlik yox, xəstəlik dedik, müalicə edə bilər. Amma qapaq sıradan çıxırsa, həqiqətən baret və baretdən sonra da adenokarsinom. Yəni bu şikayətlə yaşamamaq, yəni bu əməliyyatı eləyə bilirik, narahat olmayın. Gəlin, əgər sizdə elə bir şikayət davam edirsə və yadımdan çıxıb sizdə qapaq inə vəziyyətdə idi, təkrar baxaq, eləyək, yəni. Valla eləyə bilirik, qorxmayın, narahat olmayın. Çox sağ olun doktor. Doğrudan da mən hamısına baxdım, belə qulaq asıram. Çox maraqlıdır. Belə yəni canlı danışırlar da, deməli inanmaq lazımdır. O inamsızlığı bəzi insanlar törətdilər, bilmirəm. Biz elə bunun özü bir mesajdır. Yəni bizə də desinlər, biz də başqalarına deyək ki, düzgün kollektiv, düzgün material texniki bazası olan bir yer. Məsələn, 2 universitetdə çalışıram. Niyə biz yanlış hərəkətlər edək ki? Bildiyimiz işlə məşğul olmalıyıq da. Cühanəni bitirib gəlmiş bir həkim nəyə görə gəlsin burada işləsin ki? Hər halda bilir ki, burada bu işləri kifayət qədər yüksək səviyyədə icra eləyəcəkdir. Yanınızdakı xanım... Allah hamısına şəfa versin. Sağ olun. Siz də zəhmət olun. İnşallah mənə də qismət olsun bu. İnşallah, biz sizi xilas inşallah. Allahın köməkliyi ilə. Mən xanım Məmmədova. Xanım, buyurun. Məndə də reflux xəstəliyi idi. Şükür Allaha ki, 3 ildir bundan qabaq olmuşdum əməliyyat. Neçə il? 3 il. Ha, təşəkkür edirəm. Bizim toplantılarda heç vaxt olmamışsınız. Yox, birinci dəfədir. İndi necədir vəziyyət? Əla. Əla? Əla, heç bir... O zaman orada əla yazarsınız, olduğu için. Yazmışam. Sonra kim var? Leyla xanım, Qəzənfər mənim görün nə deyəcək? Deyin. Məmmədov Qəzənfər, reflux xəstəsiydim. Oradasa 5-6 ildir zulüm çəkirdim. Son 2 ildə dərmanların əlinə qalmışdım. Dərmanları o yeyirdim. Heç bir xeyirli olmurdu. Yatanda da 4 yastığın üstündə yatırdım, oturaqlı vəziyyətdə ki, nə yeyirdim, nə içirdim, hamısı ağzından gəlirdi. Bir dəfəs olmuşam. Sizin sayənizdə yaxşıyam, şükür. Tələsik yemeyin ha. Tələsik yemeyin, klapan sıradan çıxar. Ha, bizcə o problem var ki, tələsik yeyəndə biraz incidirəm. Bəli, tələsik yeməyəcəksiniz. Bu çox önəmlidir. Yanınızdakı oğlana bir qulaq asaq. Bəhruz Bəkirov. Bəhruz, bəli, bağışla Bəhruz. Mən reflux xəstəsi idim və neçə ildir bundan əziyyət, harca bir 5 il bundan əziyyət edirdim. Yaxın bir dostumun məsləhəti ilə Aslan doktora yönəldim və şükür Allah, bugünkü günlərdə şükür, sizin sayənizdə hər şey yaxşıdır. Qıcqırma da var. Təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Sonraki xəstəmiz? Səfərov Elgün Nizamioğlu, məndə də reflux idi. Şükür Allah, indi hər şey yaxşıdır, heç bir şikayətim yox. Nə şikayətlə gəlmişdi? Mədə qıcqırması, göynəməsi. Keçdi, getdi. Razısan? Bəli, Allah razı olsun. Yaxşı qadası. Yanındakı kimdir? O cavan oğlana da bir qulaq asaq. Salam, Qarayev Mustafa Oqtayoğlu. Mən də refluxdan əziyyət çəkirdim 10 ildir. Şikayətlər hamısı gedib. Çox şükür. Təşəkkürlər. Çox sağ olun. 2 nəfər Astaradan gəlib. Biz onlara təşəkkür edirik. O boyda yolu durub gəliblər. Çox sağ olsunlar. Bəhruz artıq mənim dostumdur, Bəhruzdan. Amma məncə Bəhruz sizi də əməliyyat elədik də. Bəli, məndə baris idi. Baris. Bir də ki, uzun illərdə 2003-cü ildən mən bu turşuluqla əziyyət çəkirdim. Sağ olsun Aslan doktor. İndi necəsiz Bəhruz? İndi şükür yaxşıyam. Yaxşı olduğum üçün də anam da gəldi. 2 dəfə əməliyyat eləmişsiniz.
Bundan 15 gün əvvəl mədədən əməliyyat olundu. Ana necədir? Ananı görmürük. Ana buradadır. Hə, xoş gəlmisiniz. Hə. Necədir vəziyyət? Yaxşı. Yaxşısınız? Həqiqətən. Yaxşı. Keçdi getdi şərtlər. Qızğırmaq getdi. Təbrik edirəm. 5 il çəkirdim. İndi yaxşı. Allah sağ olsun. Siz sağ olun, var olun. Əvvəldə o vaxtı zob çox eləyirdik. Zob əməliyyat eləmişəm xanıma əvvəllər, onu demək istəyirdim. Rəqsanə xanım, xoş gəlmişsiniz. Naxçıvandan durub gəlib, hanı Rəqsanə xanım? Tibb işçisidir. Biz onu danışdıraq, axalaziya xəstəliyi ilə əməliyyat olunubdur. Təzəlik əməliyyat olub özdə. Bəli, bir ay. Necəsiz, özünüz necəsiz? Sağ olun, həkim. Sağ olun. Salam veririm, hamınızı salamlayıram. Üzr istəyirəm yubandığım üçün. Biraz elə bir şey, yolda da yubandım. Problem deyil, oradan durub gəlmişsiniz, biz üzr istəyirik. Çox sağ olun, yaxşıyam. Özümü çox yaxşı hiss edirəm. Çox sağ olun, əllərinizə sağ olun. Yeməyinizdə bir problem yoxdur ki? Şükür, çox şükür. Çalışın, çəkinizi çox artırmayın, yaxşı? Oldu, çox sağ olun. Xoş gəlmişsiniz, var olun. Çox sağ olun.